izləyiniz. Mayın sonlarında Bakıda keçiriləcək paradı gözləyib gözləməyənlərin olmasını isə demək bir qədər çətindir. Belə ki, həmin vaxtda paytaxtda geylərin dünyada qürur günü adı altında məşhur olan paradının keçiriləcəyi gözlənilir. Tədbirin keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini homoseksualların hüquqlarına yönəltməkdir. Homoseksuallara məxsus nighttowers.com saytında 2012-2013-cü illərdə dünya şəhərlərində geylərin keçirəcəyi qürur günlərinin cədvəli verilib. Cədvəldə Bakının da adı var. Orada göstərilir ki, bu ilin may ayının 22-dən 26-sına kimi bu tədbir Bakıda təşkil olunacaq. Qeyd edək ki, Eurovision keçirilən ölkələrdə final öncəsi bu cür qürur paradları keçirilir. Paradın keçirilməsində məqsəd dünyanın diqqətini homoseksualların hüquqlarına yönəltməkdir. Nəzərə alsaq ki, Eurovision müsabiqələri zamanı tamaşaçıların 70%-ni geylər təşkil edir. Onda mavilərin yürüyüşünün təşkil olması bizə qəribə gəlməməlidir. Hətta qalibi olduğumuz ötən Eurovision müsabiqəsi zamanı Azərbaycanı təmsil edən Eldar Qasımova jurnalistlər tərəfindən homoseksualların Azərbaycana gəlişinin necə qarşılanacağı ilə bağlı suallar da verilmişdi. We have our traditional things, you know, in it. That's why we'll try to show all the Euro what we care, what we have inside of us. Azərbaycanın tolerant ölkə olduğunu, ənənələrine sadiq qalsa da hər kəsə, hamıya tolerant münasibət göstərəcəyini bildirir. Eldarın cavabı hər bir Azərbaycanlının cavabıdırmı? Axı hər kəs Eldar kimi düşünməyə bilər.